Biz şükürlər Allaha ki, öz gəncliyimizlə qürur duymuşuq. Çünki bizim gəncliyimiz 44 günlük vətən müharibəsinin şühədasıdır, qazisidir, 44 günlük vətən müharibəsinin qəhrəmanıdır. Ancaq arxayınlaşmaq olmaz. Çünki biz bilirik ki, hər gün bu təzyiq artır və övladlarımız, gələcəyin gəncliyi də bu təzyiqlə üz-üzə qalacaq. Bu baxımdan istəyirəm verilişimizin son hissəsini sizin dilinizdən gənclərə tövsiyə və istiqamətlə bitirək. Çox sağ olun. Əslində mövzunu siz hədəfə gətirdiniz. Bəzi gənclik bir aynamızdır. Biz o aynaya baxdığımız zaman istiqbalımızı daha gözəl oxuya bilirik. Özəlliklə bu çağın Azərbaycan gəncliyi, Azərbaycan ailəsinə xidmət etməyi artıq beyninə bir əhkam olaraq yerləşdirib. Bayaq dediyiniz ki, maalesef olsun ki, bəzi təsirlərə, o beyin və qəlb bombardımanına istila olunmuş beyinlərə malik olan gənclər də var ki, onlar da bu ailənin evlatlarıdır, mütləq qutarılmalıdır. Bəli, bu gəncliyimiz böyük bir enerjiyə, böyük bir potensiala malikdir. Əgər gənc nəsil birdən-birə gözünü açıb, bir tərəfdən çox böyük sürətlə tərəqqi edən bir dünyanın, çağın oyuncağına çevrilərsə, bu Azərbaycanımız üçün böyük bir təhdid mənbəyinə çevrilmiş olar. Tam tərsinə, əgər dünyanın nəbzini tutan, zamanın belə deyək bir yönü ilə bətninə, onun rəhminə Azərbaycan düşüncəsinin toxumlarını əkməklə və eyni zamanda dünyanın axarını Azərbaycanın lehinə və xeyrinə yönətməyə çalışan bir gənclik varsa, təbii ki, bu vətən deməli salim və əqidəli insanlarımızın əlində əbədi olaraq qalacaq. Və bugün milli mənəvi dəyərlərimizin aşılanmasında, təbliğ və təşviqində tərcih olunan dəyər bizim milli düşüncəmiz, milli məfkurəmiz və eyni zamanda dini düşüncəmizlə yoğrulmuş bir hala gəlməsi və bunu da gənclik çox gözəl bir şəkildə mənimsəyirsə, bu gəncliyin dünya ölkələrinin, ən aparıcı ölkələrinin universitet və institutlarında, elmi laboratoriyalarında çalışdığı zaman Azərbaycan həqiqətlərini hayqıracaq hala gələcək. O insan 60 yaşında, 70 yaşında, 80 yaşında olsa da onun qəlbinin ritmi Azərbaycanla, onun beyninin bütün hüceyrə və neyronları Azərbaycanla bağlı təbii ki düşünəcək. Bu da bizi qürurlandırır. Bu baxımdan gələcək dünyamızın bu gəncliyin əlində imanlı, irfanlı və elmli, vətənini, millətini sevən, qazi bir millətin şəhidlərinə sevdalı olan bir gəncdə görürük. Çox sağ olun ağa mənim, çox təşəkkür edirəm. Gözəl bir yekun vurdunuz verilişimizə öz fikirlərinizlə, dəyərli fikirlər səsləndirdiniz və ümid edirəm ki, bizim verilişə baxan tamaşaçılar da sizin fikirlərinizdən, dəyərli cümlələrinizdən və belə deyək, ifadələrinizdən bəhrələnəcəklər. Minnətdaram. Təşəkkür edirəm. Sağ olun.